Yalancının üzünə nə eləsən Petux döysən. Yalancının kilinə nə eləsən Petux döysən. Petux döysən, de valla Petux döyləm. Aya sən elə başçılarısan, eşidirsən məni. 10 dolar Allaha sən elə bütün başçılarısan. Quran haqqı bayramında, bəzi geylərində, Nikon'un da, nə bilim, çox geylərin başçısan sən. Prim sənin sifətlə, Allah haqqı mən Petux döyləm, elə sən yekəssən. Daxili İşlər Naziri, bu belə getməz, valla, neynə, özümüzə qəsd eləyək. Qardaş, bu ölkədə yaşaya-yaşaya mən özümə qəsd eləyim, Daxili İşlər Naziri. Mən beləncə geylərlə yaşayayım, kişi şərəfimiz var. Sabah müharibə olanda Daxili İşlər Naziri bu don altda gizlənəcək. Nəsə olsa bu donun altda müharibədə gizlənmişdi. Qurana and olsun, həqiqətən qaçıb gizlənmişdi. Ona bax, qaşına bax, gözünə bax, əllərinin hərəkətinə bax. Baxın da qardaş, baxın görün. Geydi bu yoxsa yoxdur, Qurana and olsun. Həqiqətən baxın da qardaş. Bu gey niyə qabağa çəkirsən? Bu gey qabağa çəkən ölsün, dirisin, nə bilim, nə deyim, nələr deyim. Bəs da qardaş, söyünmə. Bu gey çəkənin uşağı da bu gey kim olsun? Qohumları hamısı gey olsun. Nə bilim, xaricdə olan qohumları gey olsun. Qardaş, bu gey qabağa çəkirsən, get qazımı çək. Mən kimi yetim Yusur o qədər var, çək qabağa. Çəkməyin bunu qabağa. Daxili İşlər Naziri, tutun bunu. Qurban olun, bunu tutun, bir ayda verin. O vaxt bizim polislər söymüşdü. Aya, bizim polislər sənin olmasa, sənin kimlərini aparar oynadarlar. Eşidirsən məni? Quran haqqı sənin kimlərini tükək çalarlar. Nətər o şeydə İranı oynatmırlar Hindistanda. Səni elə oynadarlar, ha? Bizim polislərin haqqı tutsun səni. O qorduğu gecə gözündən yuxular gəlir, o gecəni qoruyurarsa, ahı tutsun səni. Xahiş edirəm, Vilayət müəllim, bunu tutun da, Allah rızası üçün bunu tutun da, buna bir ay verin, qoy özünə gəlsin, qız kimi eləməsin, xahiş edirəm, çox xahiş edirəm, Vilayət müəllim. Daxili İşlər Naziri, bu geyi yığışdırın da Azərbaycanla. Qardaş, geyi yığışdırın, başqa heç nə demirəm, geydir bu.